Hər vaxtınız xeyir. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasında mən Bəxtiyar Zamanovam. Bugün Dünyaya Baxışda izləyəcəksiniz. Xədicə İsmailova azadlığa buraxıldı. Donald Trump'ın kampaniyası nümayişçilərin qəzəbi ilə qarşılanıb. Fəllucə şəhəri uğrunda qızğın döyüşlər gedir. Məhkəmə Xədicə İsmailovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarıb. Vəkil Fariz Namazlı deyib ki, Xədicə İsmailova üçün sınaq müddəti müəyyən edilib. O, Binəqədi rayon polis idarəsində qeydiyyatda olacaq. Hər ay ora gedib qeydiyyatdan keçməlidir. Bu həm də o deməkdir ki, Xədicə dövlət orqanlarının icazəsi olmadan 5 il ərzində ölkəni tərk edə bilməz, yaşayış yerini dəyişə bilməz. Məhkəmə iclasının əvvəlində hakim Əli Seyfəliyev bildirib ki, Xədicə İsmailova ali məhkəməyə məktub göndərərək prosesdə özünün də iştirak etmək istədiyini bildirib. Vəkilləri də prosesin jurnalistin özünün iştirakı ilə keçirilməsi barədə vəsatət qaldırıblar. Lakin vəsatət təmin olunmayıb və məhkəmənin jurnalistin iştirakı olmadan keçirilməsinə qərar verilib. Xədicə İsmailovanın vəkilləri çıxış edərək ittihamın əsassız olduğunu, onun əslində jurnalist fəaliyyətinə görə təcrid edildiyini vurğulayıblar və bəraət verici əsaslarla barəsində cinayət təqibinə xitam verilməsini istəyiblər. Xədicə xanım, beynəlxalq ictimaiyyətə sözünüz nədir? Beynəlxalq ictimaiyyətlə bağlı, yəni insan haqları uğrunda mübarizə açıq və şəffaf olmalıdır. ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trump'ın New Mexico'dakı kampaniyası nümayişçilərin qəzəbi ilə qarşılanıb. Onlar barikadaları dağıdıb, atlı polis işçiləri nümayişçilərə dəfələrlə xəbərdarlıq edib. Etirazçılar əllərində anarxiya rəmzi, Trump faşistdir və artıq çox eşitmişik kimi sözlər yazılmış plakatlar qaldırıb. Onlar Trump'ın Amerikanı yenidən möhtəşəm ölkə edək devizi yazılmış köynəkləri yandırıb. Albuquerque qurultay mərkəzinin şüşə qapıları butulka və daşlarla hədəf alınıb. Bəzi nümayişçilər Trump'ın çıxışına mane olub, onların bir neçəsi zaldan xaric edilib. Bu, Donald Trump'ın İspan əsillilərin sıx məskunlaşdığı New Mexico'ya ilk səfəri olub. Dünyaya Baxış web xəbər bültenini izləyirsiniz. Şiə yarı hərbi dəstələrin köməyi ilə 2014-cü ildən bəri IŞİD-in nəzarətində olan Fəllucəni azad etməyə çalışan İraq qüvvələri güclü müqavimətlə qarşılaşıb. Humanitar təşkilatlar döyüşlərin çox sayda insan itkisinə səbəb olacağından narahatdırlar. Belə ki, IŞİD çox vaxt mülki vətəndaşlardan canlı qalxan kimi istifadə edir və insanların döyüş bölgələrindən çıxmasına icazə vermir. Siyasi partiyalar arasında fikir ayrılıqlarını həll və İraqın populist din xadimi Müqtəda Əl-Sədri neytrallaşdıra bilməyən baş nazir Heydər Əl-Abadinin hökuməti Fəllucədə əməliyyatın qələbə ilə nəticələnməsində maraqlıdır. Sədr tərəfdarlarının hökumət əleyhinə nümayişləri keçən həftə 4 nəfərin həlak olduğu zorakı qarşıdurma zamanı kulminasiya nöqtəsinə çatdı. Hökumət qüvvələrinin Fəllucənin nəzarətini ələ keçirməsi asan görünmür. Belə ki, IŞİD ənənəvi olaraq Sünni şəhəri kimi tanınan Fəllucədə dərin kök salıb. Əfqanistanda Taliban qrupunun bildirdiyinə görə Molla Əxtar Mənsurun ölümündən sonra qrupa Məvlavi Heybətullah Axundzadə lider təyin edilib. Bugün Puştu dilində verilən bəyanatda Taliban Mənsurun keçən həftə dron hücumu zamanı öldüyünü də təsdiq edib. Şüarının yekdilliklə əldə etdiyi razılığa əsasən Məvlavi Heybətullah Axundzadə İslam əmirliyinə yeni lider təyin edilib və şuranın bütün üzvləri ona sadiq olacaqlarına and içib, deyə bəyanatda bildirilir. Bu arada paytaxt Kabildə avtobusda 11 nəfərin ölümü ilə nəticələnən bomba hücumunun məsuliyyətini Taliban öz üzərinə götürüb. Taliban mediaya göndərdiyi bəyanatında bu hücumun Əfqanistanın ədliyyə sisteminin qrupun 6 üzvünü ölüm cəzasına məhkum etməsinə cavab olduğu deyilir. Mühüm xəbər və reportajlarımızı, habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız www.amerikansesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından sizə sağollaşıram. Salamat qalın.